Salam əziz müəllimlər. Bu videomuz texnologiya fənnindən MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçündür. Və bu kimi videoların davamlı gəlməsini istəyirsinizsə, mütləq şəkildə bəyənməyi, paylaşmağı və rəy yazmağı unutmayın. Hörmətli müəllimlər, çapılma mövzusunda, ümumiyyətlə 7-ci sinifdə metalların çapılma mövzusunda məhz bu hissə yer alıbdır, amma çox müəllimlər bu hissəyə fikir verməyiblər. Qələmin məngənədəki vəziyyəti neçə cürdür və hansılardır? Qələmin məngənədəki vəziyyəti iki cürdür. 1. Emal payının çapılması. 2. Metalların hissələrə ayrılması. Bilirsiniz ki, metalın çapılması üçün məngənədən, nişanlama tavasından və zindandan istifadə olunur. Emal payının çapılması zamanı deyəndə maili bucaq 35 dərəcə olmalıdır. Metalların hissələrə ayrılması isə 90 dərəcə bucaq altında olmalıdır. Və çox müəllimlər bu hissəyə fikir vermədikləri üçün mənim paylaşdığım sualı səhv etdilər. Demək, hörmətli müəllimlər, yadınızda saxlayırsınız ki, emal payını götürmək üçün metal məngənənin dodaqlar səviyyəsində çapılır. Mailli bucaq dedikdə, yəni hansı ki, emal payının çapılması zamanı deyəndə 35 dərəcə bucaq, metalların hissələrə ayrılması dedikdə 90 dərəcə bucaq altında olacaq. Və bu kimi videoların davamlı olmasını istəyirsinizsə, fərqli testlər, fərqli izahlar görmək istəyirsinizsə, mütləq şəkildə Fərəcov Akademinin həm Instagram səhifəsini, həm də YouTube kanalını izləyin, videonu bəyənin və paylaşın. Və bu kimi testlər də məhz bizim qəbul səviyyəli testlərimizdə qeyd olunub, hansı ki satışdadır. Test toplumunuzu alaraq bunları işləyə bilərsiniz.